Salam dəyərli tamaşaçılar, Hakim studiyasındayıq. Xoş gördük sizi yeni sayımızda. Bugünkü mövzumuz cəzadan və cinayət məsuliyyətindən azad etmənin əsasları ilə bağlıdır. Sizə qonaqlarımızı təqdim etmək istəyirəm. Mövzunu bizlə müzakirə edirlər. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Polad Həsənov. Xoş gördük hər birinizi yenidən. Hüseyn müəllim, bizim sizinlə ilk çəkilişimizdə, amma Polad müəllim artıq təcrübəli sayılar bir dəfə biz onun iştirakı ilə. Səhv eləmirəmsə, biz şəxsin cinayət məsuliyyətinə cəlb olunması zamanı ilkin hüquqlarını müzakirə etmişdik və çox maraqlı bir veriliş alınmışdı. Ümid edirik ki, bu verilişimiz də tamaşaçılar üçün maraqlı olacaqdır. İstəyərdik mövzuya giriş etməmişdən əvvəl bəzi hüquqi terminlərə açıqlıq gətirək Polad müəllim. Çünki mənə elə gəlir ki, bu terminlərə açıqlıq gətirməksə sonra mövzunun gedişində müəyyən qədər çətinlik yarada bilər. Hərçənd ki, bu məfhumlar hüquqşünaslara aydındır. Elə yaxşı olar biz izah eləyək, cəza nə deməkdir, məhkumluq nə deməkdir və cinayət məsuliyyəti nə deməkdir? Daha doğrusu bunlar hüquqi termin olaraq hansı fərqlilikləri göstərir öz aralarında? Çox sağ olun Ayşən xanım. Mən də ilk öncə tamaşaçılarımızı, sizi salamlayıram verilişimizdə. Deməli, mövzu ilə əlaqədar mən ilk olaraq bu hüquqi terminlərə aydınlıq gətirməmişdən əvvəl ümumiyyətcə cinayət nədir, ona aydınlıq gətirmək istəyərdim. Cinayət bildiyimiz kimi Azərbaycan Respublikasında cinayət qanunvericiliyi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi cinayət hesab olunur. Cinayət məsuliyyəti isə ümumi məfhumdur. Cəza və məhkumluq həmin cinayət məsuliyyətinin elementlərindən biridir. Bildiyimiz kimi məsuliyyətin bir çox növü vardır. Bizim əsas qanunvericiliyimizdə belə deyək ki, konstitusion hüquqlarımız vardır. Əsas insan hüquq və azadlıqları ilə yanaşı vəzifələrimiz və öhdəliklərimiz də vardır. Bu öhdəliklərin də sırasında bunlar məsuliyyətlərlə müəyyən olunur. Belə deyək ki, mülki məsuliyyəti var, cinayət məsuliyyəti var, inzibati məsuliyyəti var. Cinayət məsuliyyəti hüquqi məsuliyyətin bir növüdür və cinayət törətmiş şəxsin cəza tətbiqi ilə şəxsi xarakterli məhrumiyyətlərə məruz qalması və dövlət qarşısında zayıflığa olma öhdəliklərdən biridir. Dediyim kimi, cəza və məhkumluq isə cinayət məsuliyyətinin elementlərindən biridir. Cinayət törətməkdə şübhəli bilinən şəxs barəsində cinayət təqibi həyata keçirildiyi andan o artıq həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmuş hesab olunur və həmin cinayət təqibinin nəticəsinə uyğun olaraq həmin şəxs barəsində əgər onun təqsiri müəyyən olunarsa və onun barəsində artıq cəza təyin olunur və bu cəza təyinində artıq cinayət hüquqi xarakterli bir tədbir kimi həmin o cinayət məsuliyyətinin reallaşdırılması deməkdir. Həmin şəxs barəsində deyək ki, cəza təyin olunandan sonra artıq məhkəmə hökmü ilə onun barəsində cəza təyin olunur və artıq onun barəsində məhkumluq yaranır. Bu da cinayət məsuliyyətinin elementlərindən biridir dediyim kimi. Yəni bu məhkumluq artıq həm şəxsin cəzanı çəkib qurtardıqdan sonra da müəyyən müddət ərzində məhkumluğun ödənilməsi və yaxud da üzərinə götürülməsinə qədər davam edir məhkumluq. Çünki orada Polad müəllim, bilmirəm, bəlkə siz də rast gəlmisiniz. Vətəndaşlar arasında məhkum deyəndə daha çox azadlıqdan məhrum etməyi nəzərdə tuturlar. Tutaq ki, şəxs əgər azadlıqdan məhrum olunubsa, ona məhkum deyirlər. Halbuki əslində məhkum deyəndə daha geniş məfhumdur. Bəli, məhkumluğun hüquqi nəticələri vardır. Məhkumluq hansı halda yaranır? Məhkum təqsirlənilən şəxs barəsində Azərbaycan Respublikası adından, Azərbaycan dövləti adından məhkəmənin hökmü ilə cəza təyin olunduğu andan və həmin hökm qanun qüvvəyə mindiyi andan həmin şəxsin məhkumluğu yaranır. Məhkumluğun hüquqi nəticələri belədir ki, məhkum olunmuş hesab olunduğu dövrdə, deyək ki, əgər məhkumluq ödənilməyibsə və yaxud məhkumluq üzərinə götürülməyibsə, həmin şəxsin yenidən cinayət törətməsi halında residiv zamanı həmin məhkumluq cəza təyinində nəzərə alınır. Məhkumluğun ödənilməsi üçün, yəni törədilmiş cinayətin xarakterindən asılı olaraq, belə təsnifatından asılı olaraq məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müddətlər də müəyyən nəzərdə tutulmuşdur. Belə deyək ki, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cinayətlərdə və böyük ictimai təhlükə törətməyən cinayətlərdə məhkumluğun ödənilməsi 1 il müddətinə, az ağır cinayətlərdə 2 il müddətinə, yəni cəzanı çəkib qurtardıqdan sonra da bu müddətlər, cəzanı çəkib qurtardıqdan sonra 2 il müddətinə, ağır cinayətlərdə 6 il, xüsusilə ağır cinayətlərdə 8 il nəzərdə tutulmuşdur. Bu müddətlər ərzində, yəni şəxs hələ də cəzanı çəkib qurtarsa da həmin müddətlər ərzində şəxs məhkum olunmuş hesab olunur. Bu müddətlər bitdikdən sonra o artıq məhkum olunmuş hesab olunmur və artıq onun üçün həmin məhkumun hüquqi nəticələri ortadan qalxmış olur. Hüseyn müəllim, istəyərdik mövzunu sizinlə müzakirəyə davam eləyək. Polad müəllim orada o xüsusi terminlərin hamısına aydınlıq gətirdi. Yaxşı olar ki, biz elə cinayət məsuliyyəti üzərindən davam eləyək və cinayət məsuliyyətindən azad olmanın əsasları barədə danışaq. Elə birinci izah eləyək görək, cinayət məsuliyyətindən həqiqətən də azad olmaq mümkündürmü və mümkündürsə bu hansı əsaslarla? Yəqin ki, qanunverici burada xüsusi kriteriyalar nəzərdə tutubdur.
Polad müəllim artıq cinayət məsuliyyəti, cəza, məhkumluq anlayışına aydınlıq gətirdi. Bizim cinayət qanunverici cinayət məsuliyyətindən azad etmə deyəndə törədilən cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cinayət məsuliyyətindən azad etmə cinayət qanunvericiliyində xüsusi müddalar, Cinayət Məcəlləsinin 72-75-ci maddələrində həmin əsaslar müəyyən olunmuşdur. Həmin əsaslarla istəyirəm qısa da olsa zaman baxımından da tanış edeyim əsas olaraq. Demək, cinayət qanunvericiliyi konkret olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etməyi nəzərdə tutulur. Burada səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etmədə xüsusi olaraq nəzərə almaq lazımdır hansı kriterləri. Yəni, şəxs cinayət əməlini törətmiş şəxs gəlib sadəcə peşman olduğunu bildirməklə, yəni bu səmimi peşmançılıqla, belə deyək, cinayət məsuliyyətindən azad etmək mümkün deyil. Burada konkret olaraq sadaladığım, indi aşağıda sadalayacağım halların da olması mütləqdir. Yəni, birinci növbədə törədilən əməl böyük ictimai təhlükə törətməyən əməl olmalıdır. Həmçinin, həmin şəxs könüllü gəlib təqsirini boynuna almalıdır. Zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilməlidir və bu şərtlər daxilində, yəni mütləq mənada səmimi peşmançılıqla bağlı həmin şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Yəni, bu sadaladığım halların, sadaladığım şərtlərin hər hansı birinin mövcud olmadığı halda bu vətəndaşın, yəni belə deyək də, əməl əgər böyük ictimai təhlükə törətməyən əməldirsə, ağır və ya xüsusilə ağır cinayətdirsə, bu halda yəni səmimi peşmançılıqla hesab edir ki, belə cinayət məsuliyyətindən azad etmək mümkün deyil. Yəni, birbaşa şərtlərdən biri niyə qoyublar həmin maddənin müddəada? Yəni, böyük ictimai təhlükə törətməyən əməl olmalıdır. Digər bir hal, şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etməyi nəzərdə tutulur. Burada da xüsusi olaraq vurğulanır ki, yuxarıda sadaladığım kimi, əməl törədilən əməl böyük ictimai təhlükə törətməyən əməl olmalıdır və həmçinin zərər çəkmiş şəxsə dəymiş ziyan ödənildikdən və zərər çəkmişlə barışıq əldə olunandan sonra bu hallar, yəni bu şərtlər daxilində zərər çəkmiş şəxslə barışmaqla cinayət məsuliyyətindən azad etmək mümkündür. Xüsusi olaraq bu cinayət məsuliyyətindən azad etmənin bu şərtlərində belə deyək, imperativ olaraq sadəcə bir halda peşmançılıqla və yaxud zərər çəkmiş şəxslə sadəcə barışmaqla cinayət məsuliyyətindən azad etmənin nəzərdə tutmur qanunverici. O şərtlər daxilində, yəni əməlin böyük ictimai təhlükəli əməl olmaması, həmçinin zərər çəkmişlə barışmaq, o cümlədən dəymiş ziyanı ödəmək şərtləri daxilində bunlar bu hallarda bəli, şəxs cinayət məsuliyyətindən azad oluna bilir. Digər bir hal mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmənin nəzərdə tutulur. Burada da konkret cinayət qanunvericiliyində konkret əməllərə görə belə deyək də oğurluq, quldurluq, dələduzluq bu əməllər törədən şəxs cinayət məsuliyyətindən. Həmin şəxslər də konkret olaraq orada maddi hüquq normaları ilə tənzimlənir. Burada da məsələn zərər çəkmişlə barışıq mütləqdir. Həmçinin dəymiş bir çox hallarda məsələn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-də, 179.1, 185, 186.1, 187, 188-ci, 189.1-2-ci maddələrində bu hallar konkret nəzərdə tutulmuş. Zərər çəkmiş şəxslə mütləq mənada barışıq əldə olunmalıdır. O cümlədən həmin barışıqdan sonra da mütləq mənada zərər çəkmişə dəymiş ziyan ödənilməlidir. Bu şərtlər daxilində sadəcə sadaladığım Cinayət Məcəlləsində nəzərdə tutulan həmin maddi hüquq normalarına uyğun o cinayət əməlini törətmiş şəxs bu şərtlər daxilində cinayət məsuliyyətindən azad oluna bilər. Həmçinin bu məcəllələrin 178.2, 179.2, 186.2.1, 189-1, 2.1-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs. Burada da digər sadaladığım maddi hüquq normalarından fərqli olaraq burada da zərər çəkmiş şəxslərlə barışıqdır, dəymiş ziyanın tamamilə ödənməsi mütləq mənada nəzərdə tutulur və əlavə olaraq dəymiş ziyanın 25% mislində, 25% miqdarında əlavə ödəniş, yəni dövlət büdcəsinə əlavə ödəniş etməklə şəxs cinayət məsuliyyətindən azad olunması şərtləndirilmişdir. Bundan başqa digər Cinayət Məcəlləsinin 73-1 3-cü maddəsi nəzərinizə çatdırım ki, bu maddələr konkret olaraq cinayət qanunvericiliyinə əlavə edilmiş dəyişikliklərdən sonra, yəni yeni qanunvericiliyinə qüvvəyə minəndən sonra əlavə olmuşdur cinayət qanunvericiliyinə bizə. Burada da konkret maddələr var. Daha belə deyək də ağırlığına görə bu məcəllələrin 178.3, 178.4, 179.3, 179.4-cü maddələrində nəzərdə tutmuş əməllərdir. Burada da zərər çəkmiş şəxslə barışıq mütləq göstərilir. O cümlədən zərər çəkmişə dəymiş ziyanın ödənməsi və daha deyək, maddənin dispozisiyasında xüsusi hissədə nəzərdə tutulan o əməlin ağırlığına uyğun olaraq həmin bu əməllərə görə də
dəymiş ziyanın 50% miqdarında dövlət büdcəsinə ödəniş elədiyi halda şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Yəni burada imperativ deyir ki, azad olunmalıdır mütləq mənada, amma yəni qanunverici bunu azad oluna bilər kimi, yəni nəzərdə saxlayıb ki, azad oluna bilər bu hallarda. Yəni o əlavə olaraq yeni qanunvericidə bizdə 73-2-ci maddə var. İqtisadi fəaliyyət saatında olan cinayətlərə görə cinayət məsuliyyətindən azad olmalıdır bunlar. Burada konkret olaraq gömrük ödənişlərindən yayınmadır və s. orada vergilərdir, sonra sosial sığortalardır, icbari tibbi sığortalardan yayınmalara görədir. Bu hallarda, yəni nəzərdə tutmuş bu əməlləri törətmiş şəxsin cinayət nəticəsində vurmuş ziyanı ödədiyində, amma o ziyan tamamilə ödənməlidir. Ödədiyi hallarda bu zamanda həmin şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Yəni. Amma bu hallarda qanunverici bunu imperativ göstərir ki, bu harda dəymiş ziyan tamamilə ödəndiyi halda mütləq mənada həmin şəxs azad edilməlidir. Digər hallarda gördünüz qeyd elədi ki, azad oluna bilər, amma bu halda konkret olaraq bu iqtisadi sahədə bu vergilərin ödənməsi ilə də sosial sığortalarda, əlavə icbari tibbi sığortalarla bağlı ödəmələrdən yayınan hallarda dəymiş ziyan tamamilə ödənəndə konkret cinayət əməlini törətmiş şəxs azad olunmalıdır. Əlavə olaraq Cinayət Məcəlləsinin 74-cü maddəsi bu azad olunmanın əsaslarından biri olan şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad olunmanı tənzimləyir. Bu halda da burada ilk növbədə əməl müəyyən olunmalıdır ki, ictimai təhlükəlilik, yəni cinayət əməlini törətmiş şəxsin ictimai təhlükəlilik məsələsi. Həmçinin əməl böyük ictimai təhlükə törətməyən əməl olmalıdır və yaxud da tək böyük ictimai təhlükə törətmiş əməl nəzərdə tutulmur. Burada az ağır cinayət törətmiş əməlin az ağır olması da nəzərdə tutulubdur. Və bu hallarda da yəni, cinayət məsuliyyətindən azad olunur. Şəraitin dəyişməsi də deyəndə nə başa düşülür? Şəraitin dəyişməsi şəxsin həyatında baş verən mühüm hadisələrdir. Tutaq ki, şəxs yaşayış yerinin dəyişməsi ilə bağlı, təhsil aldığı müəssisənin dəyişməsi ilə bağlı və yaxud da digər hallarda və s. hallarda nəzərdə tutulur. Bu hallarda şəxs həmin bu sadaladığı cinayət əməllərini törətdikdə konkret olaraq böyük ictimai təhlükə törətməyən və az ağır nəzərdə tutulan az ağır cinayət əməlini törətdikdə və bu şəraitin dəyişdiyim sadaladığım hallar müəyyən olunduğunda bu hallarda da cinayət məsuliyyətindən azad oluna bilər. Qanunverici onu imperativ göstərmir. Yəni bu da buraxır, qanunverici buraxır qanunun yəni o istintaq aparan fərqi yoxdur. İbtidai istintaq və yaxud məhkəmə istintaqında həmin o şəxslərin üzərinə o vəzifəni qoyub. Yəni burada da imperativdir. Digər bir norma narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə nəzərdə tutulur. Demək, burada da əsas şərtlərdən biri nəzərinizə çatdırım ki, burada əməl sadəcə satış məqsədi olmadan, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməlidir şəxs. Bu mütləq mənada, yəni satış məqsədi olmadan şəxs istifadəsində, yəni saxlama, gəzdirmə, emal etmə, daşıma bu maddə ilə əgər şəxs ittiham verilirsə, mütləq mənada bu şəxsin əməlində başqa cinayət tərkibi, başqa cinayət tərkibi olmamalıdır. Bu da mütləq qanunun tələbidir, mütləq mənada. Bu hallarda da demək, əgər şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutmuş əməli törətmişsə və əməlində başqa digər cinayətlə belə deyək, əlamətlər yoxdursa, bu zaman narkomaniya xəstəliyinə düçar olmuş şəxs məhkəmə tərəfindən bu xəstəliklə bağlı cinayət məsuliyyətindən azad olunur və onun müalicəsi ümumilikdə qanunverici tənzimlidir. Bunun Səhiyyə Nazirliyi və Daxili Nazirliyi müəyyən etdiyi həmin müalicə müəssisələrində davam etdirilir. Qanunverici bunu da belə tənzimləyib ki, həmin şəxs əgər narkomaniyadan tam müalicə olunursa, onun gələcəkdə artıq cəza çəkmədən azad olunmalıdır həmin şəxs və onun yenidən yəni törətdiyi əmələ görə məhkum olunması və ya belə deyək ki, cinayət məsuliyyətinə cəlb olunması qanuna ziddir. Yəni xəstəlik müalicə alırsa, o azad olunmalıdır. Əlavə olaraq yeni qanunvericidə müddətin keçməsi ilə bağlı da cinayət məsuliyyətindən azad etmə nəzərdə tutulmuşdur. Müddətin keçməsi deyəndə nəzərdə tutulur nədir? Müddət keçməsi ilə bağlı cəlb etmə müddəti şəxsin cinayət törətdiyi vaxtdan hökmün qanun qüvvəyə mindiyi ana qədər nəzərdə tutulur. Bu da qanunvericidə konkret buna qadağa qoyur ki, hansı aşağıdakı, yəni hansı hallar olduqda şəxs cinayət məsuliyyətində hansı müddətdə cəlb edilə bilməz. Böyük istifadəyə təhlükə törətməyən, demək, cinayət törədildiyi gündən 2 il müddətinə, az ağır cinayətlər üçün 7 il keçdikdə, ağır cinayətlər törədildiyi gündən 12 il keçdikdə və xüsusilə ağır cinayətin törədildiyi gündən 20 il keçdiyi müddətdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz yəni. O müddətlər artıq ötübsə və istintaq başlanmayıbsa, onunla bağlı bir cinayət işi başlanmayıbsa, yenidən həmin müddət ötürüləndən sonra artıq istintaq orqanı Bəli.
Bir də bir xüsusi hal orada sizə qeyd eləmək istəyirəm ki, yəni bu ömürlük azadlıqdan məhrum etməklə bağlı, bir də bu terrorçuluq, bunun terroru maliyyələşdirmək falan, bu cür hallarda bu sadaladığım maddənin müddəaları tətbiq olunmur. Terrorçuluğu dəstəkləməklə bağlıdır. Bu məsələlərlə də bağlı. Bu məsələ ümumi BMT-nin konvensiyası ilə tənzimlənibdir. Bu konvensiyada biz Azərbaycan 1996-cı ildə qoşulubdur və bu müddəa, bu konvensiya əsasında, yəni orada konkret olaraq bu norma, yəni Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyi də konkret olaraq sadaladığım terrorçuluq, maliyyələşmə, digər terrorda iştirak eləməklə bağlı bu hallara sadaladığım yəni müddəalar şamil olunmur. Təşəkkür edirik Hüseyn müəllim. Onsuz da kifayət qədər detallı bir məlumatlar idi. Siz də dediyiniz kimi, yəni biz bundan daha artıq detallı bir şəkildə izah eləyəcək qədər təəssüf ki, efir vaxtına sahib deyilik. Gələcəkdə zərurət duyularsa, bu mövzuya maraq olarsa, ayrı başlıqlar şəklində yenidən daha detallı müzakirə oluna bilər əlbəttə. İstəyərdik Polad müəllim sizlə davam eləyək. Xüsusilə çox cinayət işlərində, özəlliklə cəza ilə bağlı məsələdə ən çox necə deyirlər, maraqlı olan mövzu, yəni cəzaya şərti olaraq məhkum etmə məsələsi. Çünki bu biraz bəzən şəxslərdə mübahisə yaradır. Demək olar ki, hər hansı bir cinayət maddəsi ilə təqsirləndirilən şəxslərin əksəriyyətinin müdafiə tərəfinin istəklərindən biri bu olur. Əgər bəraət istəmirlərsə, cinayət məsuliyyəti ilə razıdırlar, amma cəza ilə razı deyirlərsə, əksərən şərti formada cəzanın tətbiq olunmasını arzu eləyirlər, istəyirlər. İstəyərdik bu mövzuya aydınlıq gətirək. Yəni, istənilən halda şəxsə cəza şərti olaraq verilə bilərmi? Bunun üçün bir xüsusi şərtlər varmı? Yəni, hansı bir kriteriyalar varmı ki, bu hallarda şəxsə şərti olaraq cəza verilə bilər və eyni zamanda şərti olaraq verilmiş cəza sonradan ləğv oluna bilərmi? Yəni, şəxsə şərti olaraq cəza verildi, bu mütləq eyni qaydada davam edirmi, yoxsa hansı şərtlər altında ləğv oluna bilər? Cəzaya şərti olaraq məhkum etmənin əsasları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində müəyyən olunmuşdur. Deməli, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, insan xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhkum etmə növündə cəzaları məhkəmə təyin edərkən, əgər şəxsin həmin cəzaları çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzaların şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Bu halda nələr nəzərə alınmalıdır? Deməli, bu halda şərti məhkəmə təyin edərkən məhkəmə cinayətin xarakterini, cinayət törətmiş şəxsin şəxsiyyətini, təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla həmin cəzanın şərti tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə zamanı, yəni məhkumun üzərinə məhkəmə əlavə cəzalar da təyin edə bilər və əlavə vəzifələr də qoya bilər. Əlavə vəzifələr də nədən ibarətdir? Yaşayış yerini məhkum etməyə nəzarət həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, müəyyən bir əraziyə getməmək, müəyyən bir ərazini tərk etməmək və yaxud da ki, narkomaniyadan, toksikomaniyadan, alkoqolizmdən məcburi müalicə almaq, eyni zamanda şərti məhkum etmə zamanı elektron vasitələr gəzdirmək və onların daimi işlək vəziyyətdə qalması üçün ona xidmət etmək, bu kimi vəzifələr qoyula bilər. Şərti məhkum etmə zamanı məhkuma sınaq müddəti müəyyən olunur. Həmin o sınaq müddəti ərzində şəxs öz islah olunduğun, belə deyək də, cəza çəkmədən, həmin o cəzanı real olaraq çəkmədən islah olunduğunu sübuta yetirərsə, bu zaman məhkum etmənin vaxtından əvvəl ləğv etməsi də qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu, deməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71-ci maddəsində öz əksini tapmışdır. Şəxs əgər həmin o şərti sınaq müddəti ərzində öz hərəkətləri ilə sübuta yetirər ki, bu həmin cəzaları real çəkmədən artıq islah olunub da, artıq o, yəni öz səhvini başa düşübdür, belə deyək. Biraz sadə formada deyək ki, tamaşaçılarımıza da aydın olunsun. Məhkəmə görsə ki, bu artıq bu şərti məhkum etmə, bunun sınaq müddəti bunun üzərindən götürülə bilər. Bu halda da yenə də ən azı həmin o sınaq müddətinin yarısı çəkilməlidir. Yəni məhkəmə tərəfindən müəyyən olunan sınaq müddətinin yarısı çəkilməlidir. Sınaq müddəti də 6 aydan 5 ilə qədər müəyyən oluna bilər. O cinayətin xarakterinə görə o dəyişir. Məhkəmənin öz təşəbbüsü ilə müddətlər müəyyən olunur. Məhkumun şəxsiyyəti nəzərə alınır. Bu hallarda törədilmiş cinayətin xarakteri nəzərə alınır. Şərti məhkum etmənin ləğvi tək, yəni bu sadaladığım o cəza çəkmədən islah olunmasını sübut edilməsi hallarında deyil. Eyni zamanda o şərti sınaq müddəti zamanı onun üzərinə qoyulmuş vəzifələrin pozulması hallarında da şərti məhkum etmənin ləğvi baş tuta bilər. Bu halda məhkəmə məhkum olunmuş şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyini müəyyən
eləyərsə, bunu da necə müəyyən eləyir? Bunu da həmin o sınaq müddətinin məhkum üzərindən nəzarət həyata keçirən orqan tərəfindən məhkəməyə müəyyən təqdimat daxil olsa əgər ki, sınaq müddəti ərzində məhkum onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyib, bütün şərtləri yerinə yetirmir, o elektron vasitələrə xidmət eləmir, elektron vasitələri gəzdirməkdən imtina eləyir. Bu halda məhkəmə sınaq məhkum etməni ləğv eləyir və həmin ona təyin olunmuş cəzanı çəkilməsi üçün onun cəzaçəkmə müəssisəsinə göndərilməsi barədə qərar qəbul eləyir. İkinci bir halı isə şərti məhkum etmənin ləğv olunması üçün həmin şəxsin yenidən cinayət törətməsi halı ola bilər, inzibati məsuliyyətə cəlb olunması halı ola bilər. Əgər böyük ictimai təhlükə törətməyən cinayət törətmişsə və yaxud da ki, ehtiyatsızlıqdan hər hansısa bir cinayət törətmişdirsə, bu halda artıq o məhkəmə özü onu müəyyən eləyir ki, şərti məhkum etmənin ləğv olunmasına ehtiyac var, zərurət var və yoxdur. Yəni burada imperativ deyil də ki, bunu mütləq ləğv eləməlidir şərti məhkum etmə, bu halda da ləğv olunmalıdır. Amma digər hallarda deyək ki, məsələn, əgər ləğv olunursa, bu halda da hökmlərin məzmunəsi ilə həmin məhkəmə əgər yenidən cinayət törədibsə, şərti məhkum etmə ləğv olunur, hökmlərin məzmunəsi ilə məhkum barəsində yenidən hökm çıxarılır və o cəzanı artıq çəkilməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilir. Burada mən balaca bir haşiyə çıxmaq istəyirəm. Çünki mənə elə gəlir ki, hüquqşünaslar başa düşər, amma hüquq təhsili olmayanlar üçün yenə bu biraz qarışıq olacaq. Birinci, biz Polad müəllimlə müzakirə etdik, cəzaya şərti olaraq məhkum etmək. Yəni şəxs cinayət məsuliyyətinə artıq cəlb olunub, məhkəmə tərəfindən hökm verilərkən o birbaşa cəzanı hər hansı bir cəza çəkmə müəssisəsində yox da şərti formada çəkir. Məsələn, azadlıqdan məhrum edilib, tutaq ki, amma onu azadlıqdan məhrum edilmə yerində deyil də öz evində şərti formada çəkir. Şərti məhkum etmədə belədir də, üzr istəyirəm. Məhkəmə həmin məhkum barəsində artıq müəyyən cəza ilə bağlı hökm çıxarır. Həmin hökm artıq belə deyək, cəzaçəkmə müəssisəsində icra olunmur. Onun üçün sınaq müddəti müəyyən olunur ki, həmin cəzanı çəkmədən o sınaq müddəti ərzində göstərsə ki, bu cəza çəkmədən islah olunmasını göstərə bilsə, artıq o həmin cəzanı real olaraq cəzaçəkmə müəssisəsində çəkməyinə ehtiyac qalmır. Yəni cəzaçəkmə müəssisəsində cəza çəkmədən şərti məhkum etmə sayılır. Yəni orada həm o cəzaçəkmə müəssisəsinə göndərilməsinə ehtiyac yoxdur. Artıq belə deyək ki, normal şəraitdə öz həyatına davam edə bilər məhkum bu halda. Yəni bu halda bayaq bir məsələlərlə bağlı bir şeyə də aydınlıq gətirmək istəyirəm. Yəni adətən bu məhkəmələrdə məhkumlar barəsində, təqsirlənilən şəxslər barəsində məhkəmə real cəzalar təyin etdiyi vaxtı o vəkillər adətən narazı qalırlar həmin cəzadan. 70-ci maddənin tətbiqi ilə bağlı apellyasiya şikayəti verirlər. Həmin məhkəmənin hökmündən şikayətlər verirlər ki, şərti olaraq tətbiq olunsun. Əslində burada cəzadan narazı qalma məsələsi deyil, sadəcə o cəzanın çəkilmə məsələsi ilə bağlıdır. Çünki cəzanı mübahisələndirmir. Cəzanın real olaraq çəkilməsi məsələsi mübahisələndirir ki, əgər yəni bu cəza çəkmədən də islah oluna bilər, ona görə məhkəmə bu cəzanı şərti olaraq tətbiq etməsi barədə qərar çıxartsın. Çünki o halda cəza dəyişilmir. Verilən cəza yerində qalır, 70 tətbiq olunanda da, sınaq müddəti tətbiq olunanda. Yəni apellyasiya şikayətlərinin əksəriyyəti bu istiqamətdə olur ki, cəzanın icra üsulu belə deyək, cəzanın şərti olaraq çəkilməsi barədə məhkəmə qərar qəbul eləsin. Yəni artıq burada cəzaçəkmə müəssisəsinə məhkum edilmiş şəxsin yerləşdirilməsinə zərurət qalmaz. Təşəkkür edirik Polad müəllim. Bu izahı nəyə görə vermək istədik? Çünki indi Hüseyn müəllimlə müzakirə edəcəyimiz mövzu ola bilsin ki, tamaşaçılarda eyni sualı təkrarlayırmışıq, hissiyatı yarada bilər. Əslində deyil. Biz Hüseyn müəllim sizinlə müzakirə etmək istəyirik. Şəxs cinayət məsuliyyətinə cəlb olundu, məhkum olundu, qərar qüvvəyə mindi, onun haqqında cəza da müəyyən olundu, o cəza çəkmə müəssisəsinə də göndərildi. Cəzasının bir müddət keçəndən sonra, sonradan məhkum olunmuş şəxs bu təşəbbüsünə çıxış eləyə bilərmi ki, mən cəzamın falan qədərini çəkmişəm, amma istəyirəm ki, yerdə qalan hissəsini şərti olaraq, yəni cəzanı cəza çəkmə müəssisəsində yox da, cəza çəkmə müəssisəsindən kənarda yaşayış yerində hər hansı bir şəkildə şərti olaraq çəksin. Belə bir hal mümkündürmü və belə bir hal olarsa istəyərdik onu da izah eləyəsiniz, prosessual qaydanı izah eləyəsiniz. Yəni məhkum olunmuş şəxs cəza çəkmə müəssisəsində bəlli bir zamandan sonra müraciət eləmək istəyir. Nə etməlidir? Vəkilmi tutmalıdır? Cəza çəkmə müəssisəsinə mi müraciət eləməlidir? Məhkəməyə birbaşa hardansa ərizə göndərə bilərmi? Yəni prosessual qayda necə olmalıdır? Cəzadan şərti olaraq azad etməklə cəzanın şərti olaraq çəkilməsi fərqli anlayışdır. Cəzadan şərti olaraq azad etmək üçün mütləq mənada cinayət əməlini törətmiş şəxs məhkum olunmalıdır. Bu cəzadan şərti azad olunmanın mütləq şərtidir.
Amma cəzaya şərti olaraq məhkum olunma, belə deyək də, məhkəmənin hökmü qanuni qüvvəyə minmədən məhkəmə istinadının nəticələrinə uyğun olaraq vətəndaş törətdiyi əmələ görə, cinayət əməlinin törətdiyi əmələ görə cəza alır və o cəzanı məhkəmə şərti olaraq, sınaq müddəti müəyyən olmaqla şərti olaraq olmasını istəyir. Yəni bizim tamaşaçılara bunu bilmirəm, açıqlaya bildim qısa. Yəni bu fərqli bir şeylərdir. Bunlar bəli, cəzadan azad olunması üçün mütləq mənada onun məhkumluq olmalıdır və qanuni qüvvəsinə alınmış hökm olmalıdır, məhkəmənin hökmü olmalıdır. Bəli, qanunverici bunu yeni qanunverici edilmiş dəyişikliklə də bağlı burada mütərəqqi dəyişikliklər var. Düşünürəm ki, bəli, konkret olaraq cəzalar var. Məhkəmə istər işlərdir, hərbi xidmət üzrə məhdudlaşdırmadır, azadlıq məhdudlaşdırması, müəyyən müddət azadlıqdan məhrum etmədir və yaxud da hərbi xidmətdə saxlamağa, müəyyən müddət azadlıqdan məhrum etməyə dedim və o cümlədən ömürlük azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs, əgər məhkəmə hesab edirsə ki, bu belə deyək, cəzasının qalan hissəsini çəkmədən də islah olunması mümkündür, bu zaman həmin şəxsi cəzadan şərti olaraq azad eləyə bilər. Burada da qanunverici yəni bunu tənzimləyir. Hər bir belə deyək də ağır, az ağır və yaxud da böyük ictimai təhlükə törətməyən şəxs eyni qaydada müraciət edib və eyni müddətdə hansısa zaman baxımından müəyyən şərtlərə əməl olunmadan azad olunmasın. Qanunverici mütləq mənada tənzimləyib bunu. Belə ki, az ağır cinayət törədən şəxslər üzr istəyirəm, həm də böyük ictimai təhlükə törətməyən şəxslər demək, cəzanın ən azı yarısını çəkdikdən sonra ağır cinayət törətmiş şəxslər, üstə ikisini və xüsusilə ağır cinayətlər törətmiş şəxslər cəzanın 4/3 hissəsini çəkdikdən sonra əgər məhkəmə hesab eləyərsə ki, bu cəza çəkmədən, yəni onun davranışıdır, hərəkətdir, cəza çəkərkən belə deyək də, o müəssisədə aparması da özü müəyyən məsələlər var ki, o kriteriyalara əməl edib və məhkəmə hesab edirsə islah olunması mümkündür. Bu zaman həmin şəxsləri bu müddətlər daxilində və bu qanunvericinin tələbinə uyğun olaraq bu müddətlər o çəkdiyi cəzaya uyğun, törətdiyi əmələ görə çəkdiyi cəzaya mütənasib olaraq onu cəzadan azad edə bilərlər. Siz dediniz o vaxtından əvvəl azad etmə, demək, cəzaların icrası məcəlləsi ilə də tənzimlənir. 170-ci maddə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 177-ci maddəsi tənzimləyir. Vətəndaş birbaşa olaraq, yəni əvvəlki qanunvericilikdə, yeni qanunvericilikdə dəyişiklikdə nəzərdə tutulmayıb ki, məsələn, şəxs cəza çəkən şəxsin orada davranışı və yaxud da onun haqqında müsbət rəy verilməsə, bunun cəzadan azad edilməli olur. Amma əvvəlki qanunverici edilən dəyişikliyə qədər köhnə qanunvericilikdə bu mütləq mənada idi ki, məsələn, şəxs əgər islah olunmayıbsa, bunu mənfi xarakterizə edilərsə, mənfi xarakteristika veriblərsə, bunu azad etmək mümkün deyil. Amma qanunvericiliyə edilən dəyişiklik bu müddəanı da tənzimləyib ki, yəni o verilən rəy məhkəmə üçün önəmlidir, o şəxsin azad edilməsi üçün yəni mütləq tələb deyildir. Yəni. Bunda müraciət forması vətəndaş özü birbaşa müraciət edə bilər. Həmçinin cəzaçəkmə müəssisəsinin rəhbərliyi, həm müdiriyyət müraciət edə bilər məhkəməyə. Məhkəməyə müraciət olunanda da orada da mütləq mənada qanunverici tələb qoyub ki, həmin cəza çəkən şəxsin, müəssisədə cəza çəkmiş şəxsin şəxsi işi də hazırlamış bütün o cəza çəkdiyi müddətdə onun davranışı, onun orada islah olunması üçün nəzərdə tutmuş o müsbət mənada o xarakteristikası orada işə əlavə olmalıdır və bu məsələlərə də demək, həmin cəza çəkmə müəssisəsinin, yəni şəxsin cəza çəkdiyi yerdə cəza çəkmə müəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməsində baxılır və bu məhkəmə əgər hesab eləyərsə ki, bəli, bu islah olunubdur və gələcəkdə cəza çəkmədən islah olunması mümkündür və onun qalmış cəzasını cəzadan şərti olaraq azad edə bilər. Ömürlük məhkumlar da barədə də bu, yəni bu da mütərəqqi bir dəyişiklikdir. Ömürlük məhkumlar da əgər ömürlük cəza çəkən məhkum müraciət edirsə, onunla bağlı qanunverici bunu belə tənzimləyib ki, həmin şəxs əgər cəzadan şərti olaraq azad edilirsə və yaxud da yüngülləşirsə, onun da cəzası, yəni azad olunan vaxt 25 ildən də artıq olmaması nəzərdə tutulmuşdur. 25 il artıq cəzanın çəkilmiş olması. Bəli. Kifayət qədər aydın izah idi. Hüseyn müəllim, təşəkkür edirik. Əsas biz onu diqqətə çatdırmaq istədik ki, ola bilsin ki, bu verilişə baxanlar arasında yaxınları məhkum olmuş şəxslər ola bilər. Gələcəkdə artıq məsələn gözləyirlər o zaman tutaq ki, zəruri o cəza çəkilmiş olsun, zəruri həddi, ondan sonra müraciət eləsinlər. Biz ona görə prosessual qaydanı da izah elədik ki, hansı qaydada hara, nə vaxt müraciət etmək lazımdır. Bilsinlər, məlumatları olsun, o müddəti ötürməsinlər, yəni belə bir imkan olduğu onların diqqətinə çatdıraq. Polad müəllim, sizinlə mövzunu müzakirə etmək istəyirəm. Bir də biz indiyə qədər danışdıq ümumiyyətlə
cinayət məsuliyyətindən azad etmək, cəzadan şərt olaraq azad etmək. Bəs cəza təyin olunub, amma onun çəkilməsi müəyyən bir zamana qədər təxirə salına bilərmi? Yəni şəxsin cəzasının çəkilməsi hər bir halda qüvvədədir, lakin indi yox, irəlidəki bir zamanda. Belə bir qanunvericidə müddəa nəzərdə tutulubmu? Bəli, qanunvericilikdə belə bir hal nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində deməli hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində təyin olunmuş cəzanın təxirə salınması nəzərdə tutulmuşdur. Bu deməli insanlıq əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin cinayət törətməyə görə 5 ildən artıq azadlıqdan məhrum etməyə məhkum olmuş şəxslər istisna olunmaqla hamilə qadınlar və 14 yaşına dək uşağı olan qadınlar və bir də 14 yaşına dək uşağı tək başına böyüdən kişilər üçün nəzərdə tutulmuşdur bu hal. Əgər belə hal olarsa, məhkəmə bu zaman cəzanın çəkilməsini təxirə sala bilər. Qeyd etdiyimiz kimi şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətməyə görə 5 ildən artıq azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər istisna olmaqla hamilə qadınlar və 14 yaşına dək uşağı olan qadınlar, həmçinin öz uşağını tək başına böyüdən 14 yaşına çatmamış uşağını tək başına böyüdən kişilər barəsində təyin olunmuş cəzaların çəkilməsi təxirə salına bilər. Bu halda cəza təxirə salma hansı müddətdə? Uşağın 14 yaşına çatana-dək cəzanın çəkilməsi təxirə salınır. Əgər cəza çəkmənin belə deyək ki, bu uşaq 14 yaşına çatdıqdan sonra ya cəzadan azad edilir və yaxud da ki, onu daha yüngül cəza ilə əvəz edir və yaxud da ki, ümumiyyətlə həmin cəzanın çəkilməsi üçün şəxsin cəza çəkmə müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edə bilər. Burada bu halda da əgər cəza çəkilməsinin təxirə salınmış şəxs gedib yenidən hər hansısa bir ehtiyatsızlıqdan bir cinayət törədərsə və yaxud da ki, böyük İsmail təhlükə törətməyən cinayət törədərsə, bu zaman artıq həmin o cəza çəkmənin təxirə salınması ilə bağlı məsələ yenə də məhkəmə tərəfindən həll olunur. Deməli, məhkəmə təxirə salınmanın ləğv edilməsi qənaətinə gələrsə, bu zaman hökmlərin məzmunəsi qaydasında yenidən həmin şəxsə cəza təyin edib, artıq burada da artıq təxirə salınma ilə bağlı məsələ yox, cəzanın real olaraq çəkilməsi ilə bağlı qərar qəbul edir. Digər hallarda isə əgər həmin şəxs ağır xüsusilə ağır cinayət törədərsə, cəzanın çəkilməsinin təxirə salındığı müddət ərzində artıq məhkəmə burada yenə də artıq həmin cəza çəkmənin təxirə salınması ilə bağlı qərarı ləğv edir və onun yeni törətdiyi cinayət də nəzərə alınmaqla hökmlərin məzmunəsi ilə həmin şəxs barəsində yeni hökm qəbul edir və həmin şəxsin artıq cəza çəkmə müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edir. Cəzanın artıq real olaraq çəkir həmin şəxs. Bəli, təşəkkür edir Polad müəllim. Yəni əslində cinayət məsuliyyətindən və cəzadan ümumi mənada deyirəm, burada hüquqi termin kimi istifadə eləmirəm. Azad etmənin demək olar ki, şərtləri bənzərdir və təxirə salınmasının da yenidən, yəni şəxs həmin müddətdə yenidən cinayət işləyirsə, demək olar ki, prosessual qaydalar bənzər şəkildə davam edir. Yəni ona yenidən baxılır, şəxs yenidən lazım olarsa real formada cəza. Hətta məhkum etməklə demək olar ki, cəza çəkmənin təxirə salınmasında yəni oxşar qaydalardır da demək olar ki, həmin o təxirə salınma ilə bağlı qaydalar yenidən cinayət törətməsə əgər, məsələn, sonunda məhkəmə baxır, əgər yenidən cinayət törətməyibsə, bu cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində şəxs davranış olubsa, belə deyək ki, demək olar ki, orada da məhkəmə nəzərə ala bilər ki, artıq bu cəza islah olunmasını nəzərə alar və yaxud da ümumiyyətcə onu ya cəza çəkməkdən ümumiyyətcə azad edə bilər və yaxud da ki, daha yüngül cəza ilə həmin cəzanı əvəz edə bilər. Məhkəmə bunu edə bilər. Yox, əgər digər halda məhkəmə baxar ki, yox, yəni artıq burada o dediyimiz hallar yoxdur, islah olunma ilə bağlı məsələdə biraz yəni məhkəmə tam o qənaətə gəlmirsə ki, bu islah olunubdur, artıq orada əsas görmürsə, onu daha yüngül cəza ilə əvəz olunması ilə bağlı da heç bir əsas görmürsə, artıq onun həmin cəzanın çəkilməsi barədə, yəni onun şəxsin cəza çəkmə müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edə bilər. Bu halda yəni şəxs həmin o cəza çəkmənin təxirə salındığı dövr ərzində yenidən bayaq dediyim kimi ehtiyatsızlıqdan və yaxud da ki, böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə məhkəmə yenə də həmin halları nəzərə alıb cəza çəkmənin təxirə salınması ilə bağlı məsələni özü həll edir. Cəzanı çəksinmi, çəkməsinmi, məhkəmə onu yenə də həmin məsələni öz əldə edir. Amma bu, deyək ki, ağır, xüsusilə ağır cinayət törətdiyi hallarda artıq fərqlidir. Artıq burada qanunun tələbi birmənalı olaraq həmin şəxsin, yəni həmin cəzanın çəkilməsi ilə bağlı məsələdə məhkəmə artıq cəzanın çəkilməsi ilə
bağlı qərar qəbul eləyəcək şəxsin cəza müəssisəsinə yerləşdirilməsi ilə bağlı. Həm yeni törədildiyi, bayaq dediyim kimi, yeni törədildiyi cinayət nəzərə alınmaqla hökmlərin məzmunlusu ilə artıq cəza təyin olunur və həmin təxirə salınmış cəza və yeni hökmlərin məzmunlusu qaydasında cəza təyin olunur və həmin şəxslər cəza çəkmə müəssisəsinə artıq yerləşdirilir həmin cəzanın çəkilməsi üçün. Çox təşəkkür edirəm Polad müəllim. Hüseyn müəllim, istəyərdim sizlə amnistiya və əfv etmə məsələsinə toxunaq. Çünki əslində bu indiyə qədər sadaladığımız bütün o imkanlar qanunvericinin müəyyən qədər cinayət törətmiş şəxsə qarşı humanist necə deyirlər, münasibətinin məhsuludur. Amma amnistiya və əfv etmə demək olar ki, bu humanizmin pik nöqtəsidir və xüsusilə biz mətbuatda da oxuyuruq. Xüsusi günlərdə, bayram günlərində amnistiya və əfv etmə haqqında, yəni dövlət əhəmiyyətli günlərdə biz bu qərarlara rast gəlirik. İstəyərdim elə ona da toxunaq, çünki böyük ehtimal ki, artıq bu amnistiya və əfv etmə ilə bağlı müraciətlər də çox olur, amma düşünürəm ki, hər kəsə amnistiya və əfv etmə verilmir, verilə də bilməz təbii olaraq. Bəs burada kriteriyalar nələrdir? Yəni kimlər ümumiyyətlə birbaşa buna cəlb oluna bilərlər, müraciət edə bilərlər? İlk öncə onu qeyd edeyim ki, demək, bizim köhnə qanunverici, yəni cinayət qanunverici 1960-cı ildə qəbul olmuş o cinayət qanunvericiliyində 2000-də dəyişiklik oldu bizdə. O qanunvericilikdə əfv etmə ilə, belə deyək, amnistiya, ayrıca bu institut ayrıca olaraq maddi hüquq norması, belə deyək, ayrıca maddə yoxudur. Sadəcə bir maddənin tərkibində gedirdi, amma yeni qanunvericiliyin dəyişiklikdən sonra əfv etmə və amnistiya institutu daha da təkmilləşdi və biz doğru qeyd edirsiniz, bu mütərəqqi alqışlayırıq biz də elə, hakimlər də, hüquqşünaslar da. Yəni ayrıca bir fəsil var, o tənzimlənir. İlk növbədə vətəndaşlara aydın olsun ki, deyək, amnistiya nədir, əfv etmə nədir? Amnistiya bizim ali qanunverici orqan, Milli Məclis tərəfindən qəbul olunur. Amnistiya aktı fərdi qaydada, belə deyək, fərdlərə münasibətdə, konkret məhkum olmuş şəxsə münasibətdə olmur. Yəni bu konkret olaraq cinayət məsuliyyətinə cəlb olmuş şəxs, yekun məhkəmə istintaqında da ola bilər, ibtidai istintaqda ola bilər. Bu iş tamamlanmamış iş olmalıdır. Belə deyək, onun baxılan işlə bağlı cinayət məsuliyyətinə cəlb olmuş şəxs barəsində qanuni qüvvəyə minmiş hökm olmamalıdır. Əgər belə bir hökm varsa, amnistiya aktı bu şəxslərə, bu konkret cinayət işlərinə, baxılan işlərə şamil olunmur. Bir şeyə dəqiqlik etmək istəyirəm ki, cinayət qanunvericiliyi amnistiyanı, əfv etməni tənzimləyir. Əfv etmə qaydasından fərqli olaraq amnistiya aktının tətbiqi daha genişdir. Əfv etmə fərdi qaydada Azərbaycan Respublikasının prezidenti tərəfindən tətbiq olunan qaydalardır. Yəni konkret şəxslərə münasibətdə konkret olaraq əfv etmə tətbiq olunur. Amma amnistiya haqqı daha genişdir. Yəni belə deyək, cinayət mühakimə icraatı aparılan və asılı olmayaraq ibtidai istintaqda, o cümlə məhkəmə istintaqında ola bilər və yaxud da məhkum olmuş şəxslər və bunlar amnistiya, konkret belə deyək, törədilən əmələ görə konkret cinayət məcəlləsinin müddəaları var, konkret maddələrə münasibətdə amnistiya haqqı o cümlədən məhkum olmuş şəxslərə münasibətdə də tətbiq olunur. Amnistiya aktının tətbiqi zamanı şəxslər ümumiyyətlə cəzadan azad ola bilər, əsas əlavə cəzadan da əlavə ola bilərlər. Həmçinin müəyyən qanuni qüvvəyə minmiş hökmdən qoyulmuş öhdəliklərdən, həmin müəyyən vəzifələrdən də azad ola bilərlər. Və yəni amnistiya haqqında bu mütləq deyil, azad oluna bilər. Yəni bu buraxılır amnistiya aktını icra edən müvafiq qurumların öhdəliyinə və orada o şərtlər nəzərdə tutulur. Amnistiya aktı verilərkən, demək, həmin amnistiya aktını icra edən qurumların üzərinə də öhdəliklər qoyulur və konkret o öhdəliklər də göstərilir orada və o öhdəliklərin icrası amnistiya aktını icra edən orqanlar üçün məcburidir. Əlavə də qeyd eləmək istəyirəm ki, Ayşən xanım, əfv etmə yəni müraciət qaydasında olur. Bizim vətəndaşlar o komissiyaya müraciət edir, konkret olaraq məhkum olmuş şəxs müraciət edir. Xarici vətəndaşlar həmin konsulluq vasitəsilə, səfirlik vasitəsilə bununla bağlı müraciət edə bilərlər. Burada da bu institut çox mütərəqqi dəyişiklik olub. Hətta ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə də şamil olunub. Amma köhnə qanunvericilikdə bunlar yox idi. Bunu da mütərəqqi addım hesab eləmək olar. Ömürlük məhrum olmuş şəxslər də, ömürlük azadlıqdan məhrum etməyə məhrum olmuş şəxslər də əfv etməklə bağlı müraciət edəndə onlar da qanunverici tənzimləyib, onlar da yuxarı həddi 25 ildən artıq olmamaq şərti müəyyən olunubdur. Bu da hesab edirəm ki, cinayət bizim qanunverici edilmiş mütərəqqi addımlardan biridir. Və xüsusilə vurğulamaq istəyirəm ki, əfv etmə və amnistiya aktı ilə bağlı, əfv etmə mən dedim, qeyd elədim ki, o normativ akt deyil, fərdlərə münasibətdə tətbiq olunur. Amnistiya aktı isə müxtəlif xarakterli işlərə münasibətdə tətbiq olunur
və bununla bağlı da vətəndaşlarımızın, belə deyək də, tək dövlət belə hesab edir ki, tək cəzalandırma Cinayət Məcəlləsi və cinayət törətmiş şəxslər tək cəzalandırmaq deyil və onların islah olunması yönündə də bu mühüm atılmış addımlardan ən mühümlərindən biridir bu da. Və bu da vətəndaşların daha sadə formada qanunverici tənzimləyib, onların müraciətləri, onların cəza çəkmədən islah olunmaları, o cümlədən amnistiya ilə, belə deyək, əfv etməklə, bu da bizim cinayət qanunvericiliyinə əlavə olmuş mühüm mütərəqqi addım kimi mən hesab edirəm ki, yaxşı mənada əlavə olunubdur. Haqlısınız Hüseyn müəllim. Yəni orada əslində əlbəttə ki, bir şəxsə qarşı bir humanizmdən söhbət gedir. Bir də dövlətin, yəni cəmiyyət olaraq baxanda bəlli bir insan resursunun itkisi var artıq həbsxanada olan və halbuki cəmiyyət artıq o şəxslər islah olunubsa, cəmiyyətə qatqı, fayda verə bilərsə, biz o resursdan istifadə edə bilərik. İşin bu tərəfi də var. Hər bir halda bunlar ölçülüb biçilmiş, o qanunvericilik qəbul olunanda ölçülüb biçilmiş, necə deyirlər, faydalardır. Əslində amnistiya və əfv etmə məhkəmə səlahiyyətindən kənar olan məsələdir. Ona görə də bu sadəcə biz hüquqşünas kimi xahiş elədik, informasiya verəsiniz. Yəni bunları məhkəmə bu barədə fikir bildirmir. Amnistiya Milli Məclis və əfv etmə Azərbaycan Respublikası Prezidenti tərəfindən həll olunan məsələ olduğuna görə digər məsələlərdə birbaşa sizin ünsiyyətdə olduğunuz məsələlərdir. Ona görə detallı izahlar verdiniz. Təşəkkür edirik. Çox təşəkkür edirik hər iki qonağımıza. Bugünkü mövzumuz cəzadan və cinayət məsuliyyətindən azad etməklə bağlı və bu halların xüsusi şərtləri ilə bağlı idi. Ümid edirik ki, sizə detallı məlumatlar verdik. Biz bilirik ki, bəzi mövzular var ki, ümumiyyətlə cəmiyyətə çox da maraqlı olmur və bu da təbiidir. Əslində belə bir mövzunun maraqlı olmaması da bir tərəfdən də yaxşıdır. Nəyə görə insanlar əksərən əgər o mövzuda bir hüquqi münasibətlər içərisindədirlərsə maraqlı olurlar və biz başa düşürük ki, cinayətlə bağlı məsələlər çox vaxt daha az rast gəlindiyi üçün daha az maraqlı mövzular olur. Amma bu o demək deyil ki, biz məlumatlı olmalıyıq, olmamalıyıq, yaxud da bu barədə nəsə bilməyə ehtiyac yoxdur. Hər bir halda verilişimizin məqsədinə uyğun olaraq biz çalışdıq ki, bugün cinayət hüququ sahəsində bir hüquqi fərqindəlik yaradaq. Ümid edirik ki, buna da nail olduq. Hər iki qonağımıza yenidən minnətdarlıq bildiririk ki, detallı məlumatlar təqdim elədilər. Sizə qonaqlarımızı bir daha təqdim eləmək istəyirəm. Bugün bizlə mövzunu müzakirə etdi. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Polad Həsənov. Təşəkkür edirik. Ağır iş cədvəlinizdən zaman ayırdınız, gəldiniz, bizlə mövzunu müzakirə etdiniz və dəyərli tamaşaçılar, sizə də təşəkkür edirik. Zamanınızı ayırdınız və baxdınız. Minnətdarıq.